Salam, hər vaxtınız xeyir olsun. İndi sizə Hektor sualının izahını verəcəm. Gəlin şərtlə tanış olaq. Bizə deyir ki, bəzi xanaları elə rəngləyin ki, hər bir sətir və hər bir sütun üzrə rənglənməmiş xanalardakı hərflər təkrar olunmasın. Rənglənmiş xanaların ortaq tərəfi ola bilməz. Rənglənməmiş xanaların hər birindən digərinə yalnız rənglənməmiş xanalardan sətir və sütun üzrə keçməklə çatmaq olar. Bizə bu böyük verdiyi şərti gəlin sadələşdirək özümüz üçün. Birinci, bizə deyir ki, bəzi xanalar elə rəngləyin ki, hər bir sətir və hər bir sütun üzrə rənglənməmiş xanalardakı hərflər təkrar olmasın. Yəni, Hitorinin əsas məqsədi odur ki, sətir və sütun üzrə təkrar olmaz. Sonra bizə deyir ki, rənglənməmiş xanaların ortaq tərəfi ola bilməz. Bu o deməkdir ki, biz sətir və sütun üzrə xanaları yanaşı rəngləyə bilmərik. Yanaşı rənglənməz. Və üçüncü, rənglənməmiş xanaların hər birindən digərinə yalnız rənglənməmiş xanalardan sətir və sütun üzrə keçməklə çatmaq olar. Bu isə o deməkdir ki, biz bir xananın bütün çıxışlarını bağlaya bilmərik. Bütün çıxışları bağlanmaz. Yəni, bu nə deməkdir? Gəlin elə Hektorun üzərində göstərək. Əgər mən burada 4-ü rəngləmişəmsə, 4-ün yanaşı olan xanalarını rəngləyə bilmərəm. Yəni, bu 5-i, 3-ü, 4-ü və buradakı 1-i rəngləyə bilmərəm. Əgər burada 4-ü, 5-i və bu 5-i rəngləmişəmsə, gəlib buradakı bu 5-i rəngləyə bilmərəm. Çünki 1-in 4 dənə çıxışı var, 3-ü bağlıdırsa, gəlib 4-cüsünü də bağlaya bilmərəm. Yəni, şərtlər ödənməlidir. Gəlin indi sualın həllinə baxaq. Baxın, bizim məqsədimiz nədir? Təkrarı aradan qaldırmaq. Ona görə təkrarlananları birinci seçək. Bax, birinci sətirdə 2 dənə D var. İkinci sətirdə təkrar yoxdur. Üçüncü sətirdə 2 dənə C var. Təkrar yoxdur. Burada təkrar yoxdur. Burada 2 dənə D var. İndi keçək sütun üzrə. Sütun üzrə 2 dənə Y var. Burada 2 dənə D var. Burada 2 dənə B var. Burada 2 dənə B var. Və burada 3 dənə D var. Və sizin üçün əlavə bəzi məqamları qeyd edeyim. Əgər bu formada bizə bir nüans veribsə, məsələn, A, C, A. Baxın, iki hərf və yaxud da ki, ədədin ortasındakı hərf və ya ədəd rənglənməz. Bax, bu C rənglənməz. Səbəb odur ki, siz bu C-ni rənglədiyiniz halda fikir verin nə olacaq. Nə bu A-nı, nə də bu A-nı rəngləyə bilmirik. Və bizdə avtomatik sətir və ya sütunda təkrar qalmış olur. Ona görə məhz biz bu C-ni rəngləyə bilmərik. Digər bir məqam isə odur ki, bu sütuna da aiddir həmçinin. Digər bir məqam da odur ki, məsələn, A, C, A, A. Bizə bir sətir və yaxud da ki, sütunda 3 dənə hərf veribsə, eyni hərf veribsə, bax, xüsusi olaraq bu formada veribsə, biz bilirik ki, burada hökmən ikisini rəngləməliyik. Hökmən ikisi rənglənəcək. Ancaq yanaşı rəngləyə bilmədiyimiz üçün əminik ki, biz bu A-nı rəngləməliyik. Rənglə. Hökmən bu A rənglənməlidir. Və bunlar xüsusi məqamlardır. Biz bu xüsusi məqamlardan birini burada görürük. Fikir verin, burada 2 dənə D-nin ortasında C var. Bu C rənglənməz. Çünki rəngləsək, bayaqki situasiya alınacaq. Heç bir D-ni rəngləyə bilməyəcək, təkrar qalacaq. Əgər bu C-ni rəngləyə bilmirəmsə, onun solundakı C-ni rəngləyəcəm ki, sətirdə təkrar qalmasın. Bu C rəngləndisə, ona qonşu olan Y-ni rəngləyə bilmərəm. Üstünə xətti götürdüm. Çünki yanaşı rənglənməz demişik. Bu Y rənglənmirsə, məcburam ki, bu Y-ni rəngləyəm. Məndə sütunda təkrar qalmasın. Bu Y rəngləndikdən sonra baxıram ki, A-nın 3 dənə çıxışı var. 1-i, 2-si, 3-ü. İkisini bağlamışıqsa, biz gəlib bu üçüncünü də bağlaya bilmərik. Ona görə bunun üzərinə xətti götürdüm. Yəni, bu D rənglənməz. Bu D-ni rəngləyəcəyik ki, sütunda təkrar qalmasın. Və yenə bu D-nin üstündən xətti götürürəm. Bu D rənglənməz. Səbəb? Çünki Y-nin 3 dənə çıxışı var.
İkisi bağlıdır, gəlib üçüncünü də bağlaya bilmərik. Bu D rənglənməz və biz sətirdə təkrar olmasın deyə gəlib bu D-ni rəngləyirik. Bu B-nin üstünə xətti götürdüm, çünki yanaşı xana rənglənməz. Gəlib bu B-ni rəngləyirəm, çünki üstündə təkrar qalacaqdır. Yenə bu D-nin üstünə xətti götürürük, çünki A-nın 3 dənə çıxışı var, ikisini bağlamışam, gəlib burada üçüncünü bağlaya bilmərəm. Və bu D-ni rəngləyirəm. Çünki bizdə üstündə 3 dənə D var idi, ikisini rəngləməliydik mütləq. Və bu D-nin üstünə xətti götürdük. Gəlirik buradan bu B-ni rəngləyirik. Çünki bunu rəngləyəsi olsaq, artıq biz hitorini 2 hissəyə bölmüş oluruq. Yuxarıdakı xanalar aşağıdakılara keçə bilməyəcək. Yəni hərəkət zamanı aşağıya gələ bilməyəcək. Ona görə aşağıdakı B-ni rəngləyirik. Və soldan birinci sütunda rənglənəcək xanalardakı hərfləri seçin. C və Y. Gəlin başqa birini də izah edək. Məsələn, baxaq elə burada 6-cı suala. Yenə birinci təkrarlananları seçirik. Bax, burada 2 dənə 4 var, 2 dənə 3 var. Burada 2 dənə 4 var. Burada 2 dənə 4, 2 dənə 3 var. Burada 2 dənə 3 var. Burada 2 dənə 3 var. Üstün üzrə baxsaq, 4'lərimiz, burada 3'lər var. Sonra burada yoxdur. Burada yoxdur, seçmişik, hamısını burada seçmişik. Hardan başlayacağıq? Baxın, bu aşağıdakı hissədən. Fikir verin, bayaq yuxarıda çəkdiyimiz situasiya var. Yəni, əgər bizdə, məsələn, A, C, A, belə bir situasiya varsa, mütləq bu A-nı rəngləyəcəkdik. Və burada görürük ki, bax, bu 3 mütləq rənglənməlidir. Avtomatik bu 4'ün üstündəki xətti götürürəm. Niyə? Çünki yanaşı xana rənglənməz. Axı, məndə sütunda 3 dənə 4 var. Bunu rəngləyə bilmirəmsə, hökmən digər ikisini rəngləyəcəm. Bu 4'ü rənglədimsə, bu 3'ü rəngləyə bilmərəm. Çünki yanaşıdır. Məcburam bu 3'ü rəngləyəm ki, məndə sətirdə təkrar qalmasın. Bu 3'ün üstündəki xətti götürürsən. Çünki 5'in 3 dənə çıxışı var. İkisi bağlıdır. Sən də gəlib bunu bağlaya bilməzsən. Bu 3'ü rəngləyirik. Həmçinin bu 3'ü rəngləyə bilmədin. Sən də bax, bu 3'ü rəngləməklə sətirdəki təkrardan azad oldun. Axı, üstündə də təkrar qalır. Gəlib bu 3'ü rəngləyəcəksən. Və bu 3'ün üstünə xətti götürürəm. Bu 4'ün də üstünə xətti götürürəm. Bu 4'ün üstünə xətti götürürəm. Çünki bax, bu 3 xana bu rənglənmiş xananın qonşularıdır. Rəngləyə bilmərik. Ona görə məcbur bu 4'ü rəngləyəcəyik ki, bizim nə sətir, nə də üstündə təkrarımız qalmasın. Bu 3'ün üstünə xətti götürürəm. Onsuz da ehtiyac qalmayacaqdır artıq, çünki təkrar yoxdur. Və bu 4'ün də üstünə xətti götürürük, çünki təkrarımız qalmır. Ancaq biz bu 3'ün üstünə xətti götürdük. Rəngləyə bilmərik, çünki yanaşı rənglənməz demişik. Axı, bizdə sətirdə təkrar qalır. Bu 3'ü rəngləməklə siz sətir və sütunda olan təkrardan azad olursunuz. Və nəticədə hitorin doğruluğunu yoxlamaq üçün baxırsınız ki, yanaşı rəngləmişikmi? Yox. Təkrar qalıbmı? Yox. Bir xananın bütün çıxışını bağlamışıqmı? Yox. Yəni, 3 qaydamızın 3'ü də ödəyir. Hər şey qaydasındadır və neçə xana rənglənmiş olar deyir. Sayırıq ki, 8 xana rənglənmiş olar. Belə, digərlərinin öhdəsindən isə artıq özümüz gələ bilərik.